Parniz Baku KVN komandasının qurucularından biri və baş müəllifi canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə axıraca bu şəhərdə komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib. O bildirib ki, Elnur Məmmədov sabah Hövsan qəbirstanlığında dəfn olunacaq. Qeyd edək ki, Elnur Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan Parniz Baku KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVNçilərin yetişməsində müstəsna rol oynayıb. 1990-cı illərdə böyük media şəbəkəsində də rəhbərlik edib və böyük geniş ictimai əlaqələrə və imkanlara malik olub. Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən il 60 yaşı tamam olan Elnur Məmmədov illərdir bombiş həyatı yaşayırdı və bir çox xəstəlikdən əziyyət çəkirdi. Sadiq dostlarının təkidlərinə baxmayaraq müalicə olunmaqdan da imtina etmişdi. Ötən gün Ağcabəddə baş verən ağır yol nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. Qəzada həlak olan qəsəbə sakini 1987-ci il təvəllüdlü Ələsgərov Şaiq Tofiqoğlu qazi olub. Qeyd edək ki, onu idarə etdiyi Mercedes markalı avtomobil ilə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun sürdüyü Hyundai toqquşub. Hadisə nəticəsində Mercedesin sürücüsü qazi Ələsgərov Şaiq Tofiqoğlu aldığı xəsarətlərdən elə hadisə yerində ölüb, digər sürücü İsmayılov isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağcabədi rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağırdır. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Qəbələdə ölümlə nəticələnən ağır qəza baş verib. Hadisə martın 23-də axşam saat 20 radələrində qeydə alınıb. Belə ki, Hamlet Yolçiyevin idarə etdiyi Kia markalı avtomobil yolu keçmək istəyən 71 yaşlı qadını vurub. Səmaya Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Qəbələ rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.